Hello everyone, hər kəsə salam. Əziz 5-cilər, növbəti izahımızla qarşınızdayıq. Bugünkü izahımız Physical Education, Different Sports for Different Benefits. Fərqli idmanların, fərqli idman növlərinin müxtəlif faydalar haqqında danışacağıq. İlk öncə bu mətni, bu məlumatları sizin üçün ingilis dilində oxuyacağım. Daha sonra isə tərcüməsinə keçərik. Elədirsə başlayaq. Children play sports because they can have fun with their friends, they feel good playing and they like to compete. But for sciences, sports are really good for you physically, emotionally, mentally and socially. Sciences say sports can increase muscle strength, reduce stress, depression and extra weight, improve focus, memory and schoolwork, teach homework and respect. Sciences also say that it's good to practice different types of sports, not only one. Why? When you play different sports that have a variety of movements and skills, you feel motivated. Different sports develop different physical abilities. Sports like running, soccer, or swimming develop your heart and lungs. Yoga and Pilates are excellent for flexibility. And activities like weight training can make you strong. So, to be healthy and strong, add 60 minutes of sports to your day and go for it. You can try different types of sports, practice every day and enjoy life. Bəli uşaqlar, ingiliscə oxuduq. Bizə verilən məlumatları indi isə tərcümə edək. Alimlər üçün İdman yalnızca əyləncə deyil, əgər düzgün şəkildə yerinə yetirilsə çox faydalıdır. Fiziki, emosional, zehni və sosial baxımdan. Uşaqlar idmanla məşğul olurlar, çünki onlara əyləncəli gəlir, dostları ilə oynamaq xoşlarına gəlir və rəqabət aparmaqdan zövq alırlar. Alimlər deyir ki, idman əzələ gücünü artırır, stres, depressiya və artıq çəkini azaldır, diqqət, yaddaş və məktəb işlərini yaxşılaşdırır, komanda işi və hörməti öyrədir. Qaçış, üzgüçülük kimi idman növləri ürəyinizi və ağciyərlərinizi inkişaf etdirir. Yoga və pilates elastikliyi üçün çox yaxşıdır və sizi gücləndirəcək digər fəaliyyət növləri də var. Alimlər deyirlər ki, ən yaxşısı bir yox, bir neçə fərqli idman növü ilə məşğul olmaqdır. Çünki müxtəlif idman növləri sizi həm emosional, həm də fiziki cəhətdən yaxşı hiss etməyə kömək edir. Fərqli idman növləri fərqli fiziki bacarıqları inkişaf etdirir. Ona görə də aktiv ol və hər gün 60 dəqiqə idman və fiziki fəaliyyətlə məşğul ol. Müxtəlif idman növlərini sına, sevdiyini tap, hər gün məşq et və bundan zövq al. Gəldik ilk tapşırığımıza. İlk tapşırığımız read the text quickly and check the correct answer. Deməli, teksti tez oxu və doğru cavabı tik qoy. Doğru cavabımız burada to ask the children take part in physical education classes değildi. To tell a story with attractive image and rhetoric da değildi. Doğru cavab to inform about multi-life benefits or sports. Yəni idmanın bir neçə faydası haqqında məlumat vermək idi. 2-yə baxırıq. You can say that the text is artistic, no artistic, critical, no educational. Yəni öyrədici bir tekst idi. Biz burada idmanın faydalarından öyrənmiş olduq. 2-yə gəldik. 2-də bir dinləmə var. Dinləməliyik və daha sonra doğru cümlələrə tik qoymalıyıq. Gəlin dinləyək. Different sports for different benefits. Children play sports because they can have fun with their friends, they feel good playing, and they like to compete. But for scientists, sports are really good for you physically, mentally, emotionally, and socially. Scientists say sports can increase muscle strength and flexibility, reduce stress, depression, and obesity, improve concentration, memory, and schoolwork, teach collaboration and respect. Scientists also say that it's good to practice different types of sports, not only one. Why?
When you play different sports that have a variety of movements and skills, you don't feel demotivated. Different sports develop different physical abilities. Sports like running, soccer, and swimming develop your cardio activity and respiratory capacity. Yoga and Pilates are excellent for flexibility. And activities like weight training can make you strong. So, to be healthy and strong, add 60 minutes of sports to your day and go for it. You can try different types of sports, practice every day, and enjoy life. Bəli uşaqlar, oxuduğumuz, tərcümə etdiyimiz mətnin dinləməsini də etdik və doğru cümlələrə tik qoyduq. Deməli, ilk cümlədə deyir ki, all children play sports. Bütün uşaqlar idmanla məşğuldur, idman eləyir. Bu yanlış bir fikir idi, orada elə bir fikir yox idi. Scientists do lots of sports. Alimlər çoxlu idman eləyirlər, belə bir fikir də yox idi. All sports develop the same physical skills. Bütün idmanlar deyir, eyni fiziki bacarıqları inkişaf edir. Yəni, eyni bacarığa xidmət edir. Xeyr, müxtəlif idman növləri müxtəlif bacarıqları inkişaf etdirir. Ona görə doğru iki variant, yəni iki cümlə, bir bu, sports are fun and it's a good idea to practice different sports. Bu ikisi olacaq. Üçə baxırıq, what are the activities below good for? Read the text again and complete the chart. Deməli, bu chartı biz tamamlamalıyıq. Deməli, buradakı verilən idman növləri hansına aiddir? Cardio activity, flexibility and strength. Cardio aktivitələrini bilirik. Cardio aktivitələrini, flexibility deməli nə deməkdir? Yəni elastiklik, yoga kimi idmanlar flexibility-yə aiddir. Digəri isə güc gərəkdirən idman növlərini bildirir. Gəlin indi bizə verilən buradakı idman növlərini doğru başlıqlar altında yazaq. For example, Pilates elə flexibility-yə aiddir. Yazırıq bura. Bunu çıxdıq. Soccer aiddir cardio activity-yə. Yazırıq. Burada da çıxdı. Swimming də həmçinin. Daha sonra weight training, ağırlıq məşqləri, güc idmanı, güc hissəsinə aiddir. Ona görə buraya yazacağıq. Yoga da aid olacaq, yenə flexibility. Bəli, bu chartı da tamamladığımıza görə davam edirik. Exercise 4. Watch the beginnings of sentences 1-5 with the endings A, E. 1-dən 5-ə qədər olan cümlələri A-dan Y-yə qədər olan cümlələrdən birləşdirməliyik, uyğunlaşdırmalıyıq. Elədirsə, başlayaq. Başlayaq. Birincisini, for example, kimi yazıblar. 2-yə baxırıq. To be flexible, bu olacaq. The yoga and Pilates. Practice sports for 60 minutes a day to be healthy and strong. Scientists say that sports are good for you, physical, mentally, and socially. Sports can teach, bu da olacaq, iyi. Bitirdik bu tapşırığımızı da devam edirik. Words in context. Find the text. Textdən tapın deyir. Deməli, opposite qarşı əks deməkdir. The opposite of reduce, a synonym of abilities, a word for to make something better. Bunu textdən tapa biləcəyimizi deyil. Gəlin baxaq. Reduce
feilinin abilities və to make something better-in biz nə kimi qarşılıqlarını tapa bilirik tekstdən. İlk sözümüz reduce. Reduce bir neysə azaltmaq, kiçiltmək deməkdir. Onun qarşılığı artırmaq olacaq. Gəlin baxaq, tekstdə bunu tapa bilirikmi? Reduce stress, stress azaltmaq, increase. Increase isə artırmaq deməkdir. Deməli, bu söz bizim reduce sözünün opposite, yəni qarşı sözü olacaq. Yəni antonim olacaq bir sözlə. Gəlin yazaq. Increase. A synonym for abilities. Abilities, yəni bacarmaq, bilmək mənasını verir. Ability, gəlin baxaq onun, yəni bacarıq, bir növ bacarıq. Gəlin baxaq, tapırıqmı onun sinonimini. Bəli uşaqlar, skills. Skills sözü də həmçinin bacarıq deməkdir. Gəlin yazaq. Və daha sonra üçüncü, a word for to make something better. Bir şeyi nəyisə daha yaxşı etmək, onu inkişaf etdirmək deməkdir, düzdürmü? Gəlin baxaq həmin sözü tapa bilirikmi? Yəni improve. Bəli uşaqlar, burada həmin sözü tapmış olduq, improve. Gəlin yazaq. Bu tapşırığımızı da yerinə yetirdiyimizə görə gəlirik exercise 6. Complete the sentences with the words blue. Deməli, bu verilən sözləri biz cümlələrdə istifadə etməliyik. Bəli uşaqlar, bu çalışmanı da, exercise'ı da tamamladığımıza görə davam edirik növbəti sualla. Növbəti sual, think, düşün. Do you think these types of texts are effective to motivate people? Why not? Deyir ki, düşün, bu növ tekstlər insanların motivasiyasına effektiv təsir göstərir, yəni insanların motivasiyasını qaldırır deyə bizdən soruşur. Niyə yox? Bu barədə öz fikrinizi yaza bilərsiniz. Mən öz fikrimi qısa şəkildə yazacağım. Siz də həmin yazdıqlarımdan yola çıxaraq öz fikrinizi bildirə bilərsiniz. Bəli uşaqlar, mən öz cümləmi yazdım. Gəlin oxuyaq. Yes, these types of texts are effective for motivation because people learn the benefits of exercise and improve. Bəli, bu tip tekstlər insanların motivasiya üçün effektivdir. Çünki insanlar idmanın faydaları haqqında öyrənir və inkişaf edir. Bəli uşaqlar, dərsimizi tamamladıq. Bugünlük də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik.